Salam, belə bir suala baxaq. Doymuş alifatik monoamin monokarbon turşusu molekulunda karbon atomlarının hibrid orbitallarının ümumi sayı 7-dir. X amin turşusunun polikondensləşməsindən əmələ gələn tripeptidin nisbi molekul kütləsini müəyyən edir. Doymuş alifatik monoamin monokarbon turşularının ümumi formulu CnH2-1 O2NH2 şəklindədir. Burada bilirik ki, amin turşularda bir dənə karboksil qrupu var. Və bu karboksil qrupunda karbon atomu sp2'dir. Bizim ümumi karbonlarımızın sayı n'dir. Əgər bu n dənə karbonun bir dənəsi sp2'dirsə, yerdə qalan n-1 isə olacaq sp3 vəziyyətində olan karbon. İndi hibrid orbitalların sayını müəyyən etməliyik. Bir dənə sp2 neçə dənə hibrid orbital deməkdir? 1s, 2 dənə p, 3. Bunu isə açsaq, bu 1s, 3p nə deməkdir? 4. 4'ü vururuq n'ə, çıxılsın 4'ü vururuq 1'ə. 4n-4. Ümumi hibrid orbitalımız nə qədər olacaq? 4n-4 üstəgəl 3. Yəni 4n-1. Və hibrid orbitalların ümumi sayını bizə 7 verib. İndi davamlı yazırıq. 4n-1 bərabərdir 7. N bərabərdir 2. Demək, amin turşumuzun formulu nə olacaq? N'in qiymətini burada yerinə yazırıq. C2, H3, O2NH2. Bizə deyir ki, X amin turşusunun polikondensləşməsindən əmələ gələn tripeptidin nisbi molekul kütləsi. Demək, amin turşu əmələ gətirib tripeptid və su alınır. Əgər tripeptid alınıbsa, bu zaman götürülən amin turşumuz 3 dənədir və amin turşunun sayından bir vahid əksi mol miqdarda da su alınır. İndi tripeptidin nisbi molekul kütləsini hesablamalıyıq. Amin turşumuzun burada ümumi kütləmiz olacaq 225. Suyun da kütləsi 2 vurulsun 18, 36'ya bərabərdir. Bu x-i necə tapırıq? Soldakı maddənin kütləsi bərabərdir. Sağdakı maddələrin kütlələri cəminə. Buradan da hesablayırıq ki, x bərabər olacaq 189'a.